Salam, hər vaxtınız xeyirli olsun dostlar. Bugün sizlər üçün Lənkəran üsulunda qoz küküsünün, yəni ləvənci küküsü də deyirlər, hazırlanma reseptini təqdim edəcəyik. Nənəmiz sağ olsun hazırlayacaq. Köhnə qayda ilə nə cür hazırlanmalıdırsa, bu verilişdə də sizlər üçün təqdim edəcəyik. Artıq hazırlamışıq, dadına da baxmışam. Nənə əllərdə sağlıqda, oradan da çox mükəmməl hazırlamısan. Belə, baxın, bu qalınlığında küküdür, keks kimi. Yəni, sonradan aşağı yatmır. Dadı da öz yerində qalır, rəngi də qəşəng çıxır. Bir də dadına baxın. Mükəmməl. Hazır hər kəsin dəmnuş olsun. Nənə buyur. Hə, mənim və millətin gözəl sevimli nənəsi buyur. Salam. Aleyküm salam. Bugün qoz küküsü hazırlayırıq. Çoxu buna ləvəngi küküsü də deyir. Bizə lazımdır qırmızı soğan 1 kilo, 200 qram qoz ləpəsi. Bəli. Yumurta indi nə qədər getdi deyəcəm. Alça turşusu, kimdə başqa turşu varsa vura bilər. Duz, bir də istiyot. Əvvəlcə qozu maşından keçiririk. Nənə, bu indi üzümüzə gülən soğanlardandır. Yox, adam ağladandır bu. Mən ağladması sanlı. Mən bu acından öləm nənə. Qozu Nəsə çəkdik. pişirməmsən. Xaçapuri var, istəsən qızdıraram yersin. İzləyək səni. Qızdıraram, pis çıxır. Nə olar, tavada qızdırarsan da mənim həmişək kimi. Mikroda da qızdıra bilər. Ya lazım, sən mikroyza da qaçma, sən nənəsən, tavada elə bəs. Deməli, marlini, nədir bu? Tənzif. Tənzif. Tənzifi səririk qabın içinə, soğanları çəkirik. Yaxşı şeysən. Ona görə səririk ki, sıxmalıyıq suyunu. Çəkdiyimiz soğanı belə möhkəm sıxırıq, gör nə qədər su çıxırıq. Kömək edeyim nənə. Yox, özümü sıxacam. Soğanı sıxdıq. Sıxandan sonra qozu əlavə edirik. Onu da qeyd edeyim ki, soğan 1 kilodur, qoz 200 qram. Buna hardasa yarım yemək qaşığı duz, qaşığın ucunda belə istiyot. Sevənlər çox da qata bilər. 1 çay qaşığında olusu da alça turşusu əlavə edirik. Görüncə təbiidir ki, düşmür qaşıqdan. Bəzilər kimi su qatıb satırlar ona. Gün altında quruyub da bu. Bunu belə qəşəng qarışdırırıq. Sən əlbin dadı keçməli bu kükəyinə. Yumurta. Yaxşı olar ki, bunları bir-bir yoxlayaq. Sonra əlavə edək. Heç nə olmaz. Hə, nənə, bayalar deyirdi, nə ki, klasik variant falan. Onu da dinən qeyd edər bir zəhmət. Çoxu deyir ki, buna göy doğramaq lazımdır, sarımsaq vurmaq lazımdır, nə bilim, badımcan vurmaq lazımdır. Onlar sonradan olan əlavələrdir. Hə, bu klasik versiyasıdır. Bu Kim klassikdir. istəyirsə qatsın özü. Kimin zövqünə görə nə istəyirsə, yəni öz işidir. Amma deməsin ki, bu olmalıdır. Evdə gözünü açıb görübsə budur. Elə bilirlər ki, elə əsli budur, amma klassik budur, qoz küküsü. Kənd yumurtası almışsan, hə? Hə, nənə, bəs mən broiler yumurtası almıram sənin üçün, xüsusən. Sənin üçün deyirəm, amma elə ən çoxunu özüm yeyəm. Nuş olsun. Tavanı da burada bu arada qoymuşuq qızmağa. 10 dənə də yumurta gedir buna. O neydi bir dənə arxada gizlətmiş? Gizlətməmişdin, hə? Yaxşı. Nənə, deyirlər, bunun kən yumurtasının qabıqlarını keçirirsən, un kimi blenderdən verirsən uşağa, ya özün yeyirsən. Kalsiydir, Hə, kalsiyon güclü olur. Düzdür, kimdə sümük ağrıları varsa dostlar, bunlar qəşəng qurutsun, keçirsin ronda aparatından, un kimi hazır eləsin, yeməklərin içinə əlavə edib, sümüklərdir, dişdir, saç tüküdür, demirəm, amma çıxardır. Olsaydı elə özündə çıxardır. İndi buna bir yemək qaşığında olsa kraxmal əlavə edirik. Nişasta nədir? Nişasta. Nə nişastasıdır? Qarğıdalı, düyü? Qarğıdalı, kartof, fərqi yoxdur, ikisindən biri. Tamam. Kimdə yoxdursa un da əlavə edirlər. Düyü unu o vaxtlar mən bilirəm ki, əlavə edirlər. Düyü unu yox. Yaxşı olar ki,
kartof ya da qarğıdalı nişastası əlavə olmasın. Onu belə möhkəm çalırıq. Ərinmiş kərə yağını da atırıq tavaya. Və qarışdırırıq. Hə? Və qarışdırırıq. Ki tam ərisin. Bu çox oldu. Çox olanda gəlir üstünə çıxır. O da lazım deyil. Hava çox isti olmalıdır. Çox isti olsun ki yapışmasın. Bunu elə eləyirik ki, hər tərəfdə eyni qaydada olsun. Baxın, qaynadı. İndi van pot da qoyuruq. Qapağını da qoyuruq ağzına. Hardasa təxminən bir 15-16 dəqiqə sonra çevirəcəyik. Üstü bişənə qədər. İndi əlimizi vuracağıq ki, tam bişib, çevirəcəyik. İnşallah. Aynen. Haydi. Can ağrıması. Deyirəm, gəlirəm səhərlər 7-8 kilometr qaçıram. Gəlirəm, deyirəm, nə var yemək, deyirsən xaçapuri. Bunu da yeməmək olmur axı, neyin yiyən yaxşı? Əşi, yiysə bu qaçarsan o da yiyər. Sən affetlərindən yoxdur, nənəm. Baxaq da tatmaq lazım. Baxın, üzü tamam bişdi. Demək olar ki, bəlkə. Bunu o birisi üzünə çevirmək lazımdır. Bəli, çevirək. Çevirmək üçün də belə qabı çeviririk, qoyuruq bunun üstünə. Nənə indi bu qab rahatdır. Belə rahatdır. Tavanı qoyuruq. Rənginə gözəlsin. Keks oxşayır elə bir. Hə. Biraz da yüksək temperaturda qoyub, biraz da kar yağı atacaq ki, ikinci üzü yağsız bişməsin. Yəni, bağışla sən də söz vermə. Bir də başı, bunu sobada da pişirmək olur. Düzdür. Hə, bunu Öncədən qoysan belə qulpu olmayan tavada öncədən qoysan sobaya qızır, sonra içinə yağ, elə yağla qoysan qızır. yağla qoysan qızır, əlavə edirsən, üzü də bişir, altı da bişir, götürürsən. O daha asan da olur, çevirə bilməyənlər üçün. Belə. İndi ikinci üzün qoyuruq, qızarsın. Qapağı da çevirin, ikinci üzü daha tez bişəcək. İkinci üzü də bişdi. Nə qəşəng qaynayır bu nənə. Əlavə eləyək burada. Ağır deyil nənə. Yox. Qalınlığı falan hamı söz yerində. Ay maşallah. Qalın qəşəng rəngləri də yerində. Hazırlayan hər kəsə nuş olsun. Bunu ləvəngi toyuğun yanında süfrəyə verilir, qatıqla, quru balıqla. Çox dadlı olur. Hazırlayan hər kəsə nuş olsun. Çox sağ ol nənə, sən də əllərinə sağlıq, minnətdaram.